Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə çox asan bir kurabiyə resepti paylaşacağım. Az ərzaqla tez hazırlanan və çox da dadlı olan kurabiyələri hazırlamağa başlayaq. Öncə bir ədəd yumurta əlavə edirəm qaba. Üzərinə 1 stəkan şəkər tozu, 1 dəqiqə qədər qarışdırıram belə çırpıcı ilə. Və yarım stəkan da duru yağ əlavə edəcəm. 1 stəkan da qatıq. Qatığın da üzərinə 1 dolu olmayan çay qaşığı soda əlavə edib qarışdıracağım ki, qatığın da turşuluğunu götürsün. Sonra bu kütlənin üzərinə əlavə edib hamısını bir yerdə qarışdıracağım şəkər tozu əriyənə kimi. Və beləcə hamısı bir yerdə qarışdı, şəkər tozu da əridi. İndi isə ununu əlavə etməyə başlayacağım. Unu mən 1 stəkan əlavə etdim. Toplamda 4 stəkan un istifadə etmiş oldum. Bu sizdə hər zaman unun ölçüsü dəyişir. Sizdə də fərqli ola bilər. Siz də mənim kimi 1 stəkan əlavə edin. Axırda isə sonuncu stəkanı az-az əlavə edin. Və onun da üzərinə 1 paket vanil əlavə etdim. 1 ədəd də mandalinin qabığını xırda doğrayıb əlavə etdim. Mən qış şirniyyatlarında çox zaman portağal mandalin qabığı istifadə edirəm. Qoxusu şirniyyata xüsusi bir dad verir, sevirəm bu qoxunu. Onun üçün bəzən limon qabığı da olur, əlavə etmiş oluram. Siz də zövqünüzə uyğun sevirsinizsə əlavə edə bilərsiniz. Olmazsa sadəcə 1 paket vanil əlavə edin. Və belə unu 1 stəkan əlavə etdikdən sonra çırpıcı ilə qarışdırdım. Sonra isə böyük bir qaşıq götürürəm, qaşıqla qarışdırıram. Əllə qarışdırmırıq ki, əllə qarışdırsaq xəmir bərk alınacaq. Bu xəmirin də özəlliyi yumşaq olmasıdır. Yumşaq olanda kurabiyələri də çox dadlı, mükəmməl alınır. Gördüyünüz kimi 4-cü stəkan unu da tam əlavə etdim və xəmirin qatılığı belə olmalıdır. Belə olduqda kurabiyələr də çox dadlı alınacaq. Listə yağlı kağız əlavə edirəm və yaxud da yağdılaya da bilərsiniz. Sonra isə əlimə də duru yağ əlavə edirəm ki, xəmir yumşaqdır, ələ yapışmasın. Və belə qaşıqla götürürəm, əlimdə forma verib, sonra şəkər tozuna batırıram və listə yığıram. Listə biraz geniş şəkildə yığıram ki, şişəndə də bir-birinə yapışmasın. Çox az ərzaqdan hazırlanır və dadına baxdıqda inanmayacaqsınız ki, bu ərzaqla belə dadlı şirniyyat alındı. Mən də böyük ölçülü etmişdim, 16 ədəd alındı. Kiçik ölçülü edəndə 20 ədəd də alınır. Və belə üzəri çox az qızaranda, altı da qızarır, sobadan götürürük. Normal hər şirniyyatı bişirdiyimiz temperaturda da bişiririk.
Sizler də hazırlayın, nuş edin. Əgər bəyənsəniz də like etməyi unutmayın. Sağ olun.